Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün sizlərlə Azərbaycan ədəbiyyatında xüsusi bir yeri olan İstiqlal poeması haqqında danışacağıq. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bəxtiyar Vahabzadə əsl türkçü şairlərdən bəlkə də birincisi idi. Yəni Bəxtiyar Vahabzadənin azadlıq çağrıçılarından biri olması və türkçülük, turançılıq ideyaları bu şəxsdə çox geniş şəkildədir. Allah rəhmət eləsin. Danışacağımız əsər İstiqlal poemasıdır. İstiqlal ümumiyyətlə bu poema haqqında gəlin ilk növbədə bunun forma xüsusiyyətlərinə baxaq, sonra məzmununa baxarıq. Deməli, təbii ki, poemadırsa, poema yalnız nəzmlə yazılacaqdır. Yəni bu nəzmləndir, onsuz da yəni kimsə deyir, bəzən testlərdə düşür, həm yazılma forması, həm nəzm, həm nəsrlə xeyr. Bax bu ədəbi növ olaraq epik növ həm nəzm, həm nəsrlə yazıla bilər. Amma poema isə epik növə daxil olsa da harca biz buna qarışıq janr kimi də deyirlər də. Çünki burada dastana qarışıq janr deyirlər. Buna da indi lirik epik var, bir də epik lirik var. Deməli, İstiqlal nəzmlə yazılıbdır. Şeir vahidi təbii ki, nə olacaqdır? Bənddir. Şeir vahidlərinə nə daxildir? Misra, beyt, bənd. Şeir şəkli dördlükdür. Janrı poema, vəzni təbii ki, heca vəznində olacaqdır. Mövzusu isə ikiyə bölünmüş Azərbaycan. İdeyası isə biz bunu nə deyə bilərik? O taylı bu taylı vahid Azərbaycanın bir xəritəsində görmək. Vətənin elə bir ki, həm şimalı, həm cənubi Azərbaycanın birləşməyi. Əsərdə əks olunur nələr? Azərbaycanı bölən yadellilər. Burada Rus və İran nəzərdə tutulur. Əsər 1999-cu ildə Gülüstan poemasının davamı kimi yazılıb. Təbii ki, bu iki hissədən ibarətdir. Şəhidlər kimi siz şəhidlərdə də mən təhlil sistemində baxmısınız. Mən onun tam versiyasını demişəm. Məktəb dərsində olan təbii ki, birinci hissə 11, ikinci hissə 16 bənddir məktəb dərsində. Amma təbii ki, bu çox genişdir. İlk bəndə baxaq, görək burada nə deyir? Deyir, dünya çalxalandı, sular duruldu. Tərsinə dolandı əsrin məhvəri. Zaman hökmü elədi, vaxt hakim oldu, ayağa qaldırdı qul millətləri. Yəni, müəllif bu bənddə dünyada azadlıq uğrunda gedən mübarizəni xatırladaraq, müstəmləkə şəraitində yaşayan qul millətlərini ayağa qalxaraq üsyan etməsini bəhs edir. Bax, burada dünya çalxalandı, sular duruldu. Dünya çalxalandı, tərsinə dolandı əsrin məhvəri. Zaman hökm elədi. Zaman hökm eləmək nədir? Metafor. Vaxt hakim oldu. Ayağa qaldırdı qul milləti. Burada da bir inversiya var. Dünya çalxalandı. Dünya çalxalandı. Yəni dünyadakı insanlar hardasa dünya çalxalandı. İnsanların çalxalanması, təlaş içərisində olması hardasa bunu metonimiyada düşünmək olar. İkinci bənddə nə deyir? Qullar silahlandı. Qəzəbdən, kindən. Ayıra bildilər dumanı sisi. Qovdu ağasını məmləkətindən, kölə Afrikasının kölə zəncisi. Bu arada deyim ki, bunun bölgüsü bax, qullar 6-5-dir. Qullar silahlandı, qəzəbdən, kindən. Qullar silahlandı. Burada bir inversiya var. Yəni ikinci bənddə Afrikada yaşayan qulların qəzəb və kinlə silahlanması, ağasının torpağından qovması göstərir. Qəzəb və kinlə, bax deyirik, qəzəbdən, kindən qullar silahlandı. Ayıra bildilər dumandan sisi. Qovdu ağasını məmləkətindən kölə Afrikanın kölə zəncisi. Kölə Afrikanın kölə sözləri. Biz burada nə deyirik? Təkrir deyirik. Kölə Afrika, yəni kölə Afrika olar da, yəni orada o kölə Afrikanın, yəni orada yaşayan insanlar nəzərdə tutulur. Göydə dirək oldu. Amanım, ahım, halalca haqqımız bizdən yan qaçar. Zəncinin bəxtini açan Allahım. Bəs mənim bəxtimi nə zaman açar? Öz xalqının nə zaman burada Bəxtiyar Vahabzadə öz xalqının nə zaman azadlığa çıxacağını, belə deyək də, o taylı bu taylı Azərbaycanı birləşdirməyi deyir ki, bax, göyə dirək oldu, amanım ahım, halalca haqqımız bizdən yan qaçar. Zəncini bəxtini açan Allahım, bəs mənim bəxtimi nə zaman açar? Görsənmi burada? Burada bir bədii sual var. Var burada. Sonra göyə dirək kimi oldu amanım ahım. Burada göyə dirək kimi oldu. Bax, fikir verirsinizmi? Burada təşbih var. Amanım ahım dirək oldu. Halalca haqqımız bizdən yan qaçar.
Haqqımızın bizdən yan qaçması metafor. Zəncinin bəxtini açan Allahım. Bəs mənim bəxtimi nə zaman açar? Bir bədii sual var. Zəncinin bəxtini açan Allahım, bəs mənim bəxtimi. Sonra burada artıq bəs mənim bəxtim nə zaman açar? Bir sual verir. Yaman uzun çəkdi. Hökmü bu qəsdin. Ayrılıb ikiyə döndü bir vətən. Gülüstan adlanan bu ifritənin kağızı qələmi nədənmiş görən? Yəni burada bir bədii sualdan istifadə edir. Yəni Gülüstan müqaviləsi xatırladır və ölkənin ikiyə bölünməsindən bəhs edilir. Və bax burada deyir ki, yaman uzun çəkdi hökmü bu qəsdin. Qəsdin uzun çəkməsi nədir? Metafor. Yaman uzun çəkdi. Vətən ikiyə, bax burada ayrılıb ikiyə döndü bir vətən. Vətəndəkilər. Yəni bu metonimiya. Gülüstan adlanan bu ifritənin, burada Gülüstan adlanan bu ifritəni, Gülüstanın ifritiyə bənzədir təşbih. Kağızı, qələmi nədənmiş görən? Bədii sual var burada. Nədənmiş? Görəsən, nədəndir? Yaman burada və bax, yaman uzun çəkdi, həm də inversiya var. Burada mən bir-bir yazmıram, şifadə edirəm sizdə. O kağız, o yazı yumdu gözləri. Yanan ürəklərdə od külə döndü. Bizim aramızda o gündən bəri Gülüstan tikanlı məftilə döndü. Gülüstan müqaviləsinin ölkəni bölərək arada bir tikanlı məftil yaratması və ölkənin o sərhədlərinin necə deyirlər, belə deyək də, sıxışdırılmasını deyir ki, o kağız, o yazı yumdu gözləri. O kağız, o yazı. Burada bax, o kağızı, o yazı yumdu gözləri metafor. Yanan ürəklərdə od külə döndü. Yanan ürəklərdə. Bax, burada yanan ürəklərdə od külə döndü mübaliğə. Bizim aramızda o gündən bəri Gülüstan tikanlı məftilə döndü. Gülüstan məftilə döndü. Görsən, burada bizim aramızda o gündən Gülüstan tikanlı bir məftilə. Yəni, onu Gülüstanın tikanlı bir məftilə bənzədir. Bir vahid milləti iki hakimi dili doğmalaşdı, bu lapaq oldu. Doğma anamızı şəkərdən şirin bizə öyrətdiyi dil yasaq oldu. Və burada deyir ki, bizə iki dil hakim oldu. Yəni, öz dilimiz qadağandır. Yəni, burada rusları nəzərdə tutur ki, bax, bu hissədə deyir ki, bir vahid millətə iki hakimin dili doğmalaşdı, bu lapaq oldu. Doğma anamızın şəkərdən şirin bizə öyrətdiyi dil yasaq oldu. Məsələn, İranda hal-hazırda nədir? Azərbaycan məktəbləri yoxdur. Dil problemi var da orada. Hələ də indi deyirlər, Pezaşkiyan gəldi, ay bağ belə, bostan belə. Əslində heç nə də olası deyil. Sadəcə o da bir siyasidir. Dili doğmalaşdı, bu lap oldu. Doğma anamızın şəkərdən şirin bizə öyrətdiyi dil yasaq oldu. Burada bir millət iki hakim. Bax, bir millət iki hakim. Bu artıq təzaddır. Şəkərdən şirin, bax, doğma anamızı şəkərdən şirin epitet bizə öyrətdiyi dil yasaq oldu. Dili doğmalaşdı, doğma anamızın başqa heç nə yoxdur. Özündən, sözündən qaçaq dilimiz. İstanıb üşüdü qarda, çiçəkdə, yüksək məqamlarda yasaq dilimiz qovulub yaşadı kənddə, kəsəkdə. Qadağan olmuş dilimizin əslində kənddə, kəsəkdə gedib yaşamasını şair göstərir ki, bunlardır. Özündən, sözündən qaçaq dilimiz. Bax, qaçaq dil olur, epitet. İslanıb üşüdü qarda, çiçəkdə. İslanıb, metafor. Yüksək məqamlarda vəzifədə, yəni bizim dilimiz artıq qadağan olunub. Biz nə oldu? Rusun tərkibinə keçdik. Qovulub yaşadı, kənddə, kəsəkdə insanlar heç olmasa ana dilində yaşadı. Burada bir inversiya var, kənddə, kəsəkdə getdi yaşadı, yenə də bir metafor. İnsan olmaq üçün uşaq dil açar. Yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq da var, şan şöhrət də var. Burada var sözləri, dil varsa, dil yoxsa, var yox, burada təzad, təkrir. Dil yoxsa millət yox, heç varlıq da yox. Qadağalara görə deyir, dilsiz qaldıq. Yəni biz neynədik? İnsan olmaq üçün uşaq dil açır. Yəni insanın digər varlıqlardan fərqləndirən xüsusiyyət nədir? Dilinin olması. Yasaqlar önündə biz dilsiz olmuşuq. Dil varsa xalq da var, şan şöhrət də var. Dil yoxsa bir millət. Yəni bizim dilimizi artıq bağlayıbsa, deməli bizim milli kimliyimiz də artıq getmə üzründədir. Ən əsas bəndlərdən biri burada. Quzeydə ayağa qalxdı məmləkət. Bir təpə bir dağla üz-üzə gəldi. Millətin qəlbində boy atan nifrət köksünün həmləsi ilə o dağı dəldi.
Bax, deməli, burada şimalda xalqın ayağa qalxıb rusları mübarizəyə başladı. Məmləkət qalxdı. Bax, quzeydə ayağa qalxdı məmləkət. Burada insanlar, metonimiya. Bir təpə bir dağla üz-üzə gəldi. Bir təpə bir dağla. Yəni Azərbaycanla bir də o Rusiyanın nəzərdə. Millətin qəlbində boyatan nifrət, millətin qəlbində nifrətin boyatması nədir? Metafor. Köksün həmləsi ilə o dağı dəldi. Köksün həmləsi ilə dağı dəlməsi, burada isə bir mübaliğə var, şişirtmə var. Hətta burada quzeydə təpə ilə dağın üz-üzə gəlməsi. Yəni bax, burada bu bir təpə, dağ, bunlar bir-birinə nədir? Təzaddır. Millətin qəlbində boyatan nifrət köksün həmləsi ilə o dağı dəldi. Burada da bir mübaliğədən istifadə olunur. Sonra yaman acıq gəldi bu nifrət ona. Yəni kimə? Söhbət ruslara qarşı da. Tankların altında əzdi milləti. Milləti əzdi, burada inversiya da var. Sığdıra bilmədi dağ qüruruna təpə önündəki məğlubiyyəti. Yəni sığdıra bilmədi. Rusiya sığdıra bilmədi ki, yəni mən məğlub oldum orada. Təpənin qarşısında dağ məğlub olubdu. Yəni bu ruslara azıq gəldi və onlar milləti tankların altında əzib bunları məhvə məhkum elədilər və yaman acıq gəldi bu nifrət ona. Tankların altında əzdi milləti. Sığdıra bilmədi dağ qüruruna. Təpə önündəki dağ, təpə yenə təzad məğlubiyyəti. Qalibiyyət, məğlubiyyət, belə bir vəziyyət var da. Və burada həm də metonimiya var da, o sığdıra bilmədi dağ, yəni oradakı o ad dəyişmə var. Millət millət olur, arzu niyyəti. Millət millət olur, arzu niyyəti. İnamı, inadı öz imanı ilə. Dərk edib bu haqqı, bu həqiqəti, suvardıq torpağı şəhid qanı ilə. Hə, millət özü millət olur. Yəni bunu dərk edərək, yəni torpağı şəhid qanı ilə suvarırıq. Yəni bunlar olmasa biz millət ola bilmərik. Millət millət olur. Arzu niyyətlə. Bax, burada millət millət olur. Burada bax, millət olmaqla görürsən, inversiya var. İnamı, inadı öz imanı ilə dərk edib bu haqqı, bu həqiqəti, bu sözləri təkrir, suvardıq torpağı şəhid qanı ilə. Yəni biz şəhid verdik və ondan sonra müstəqil olduq. Və bu bayaqki məsələ var idi. Buradakı o quzeydə ayağa qalxdı məmləkət bir təpə. Yəni o 20 yanvardakı hadisələrə işarədir. Yəni bayaq demədim onu. Növbəti ikinci hissə başlayır və deyir, eşidib qəlbimin üsyan səsini, yazdım şəhidlərin faciəsini. Diləş bir çiçək də bitirə bilməz, bu gündən sabaha körpü olmasa, azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa. Şəhidlər poemasının yazılmasından bəhs edir və poemada hissələr verir ki, biz bunu görəcəyik. Şəhidlərin faciəsini, diləş bir çiçək də bitirə bilməz. Bu gündən sabaha körpü olmasa. Yəni dünəndən bu günə bir əlaqən olmalıdır. Sənin həmin vaxtla indikindən belə deyək də bağlayan bağların olmalı. Azadlıq ağacını deyir ki, bar verə bilməz. Azadlıq ağacı. Şəhidlər qanı ilə suvarılmasa. Bir şərt və onun şərt nəticə var burada. Şərt nəticə. O şənbə gecəsi gecişdi səhər. Bax, səhərin gecişməsi metafor. O şənbə gecəsi gecişdi, həm də inversiya. Zaman itirmişdi o gün sağ-sol olub. Zaman itirmişdi o gün sağ-sol olub. Zaman itirmək yenə metafor. Ömürdən keçərək keçdi şəhidlər. Yəni öz həyatlarından keçib şəhid oldular. Bir qanlı gecədə 1000 illik yolunu. Yəni biz bu 1000 illik illərlə Rusiyanın əsrində olmağımızı onlar bir gecədə azadlıq neynədilər? Azad oldular. Canlarını qurban verdilər, amma milləti düşündülər, millət üçün elədilər. Yəni biz bu hissədə görürük ki, şəhidlər bir gecədə 1000 illik yolu keçib gəlibdilər. Səhərin gecikməsi, yəni bunların hər biri simvolik məna daşıyır. O şənbə gecəsi ölüb dirildik. O şənbə gecəsi bax, öldük, sonra dirildik. Şərəf papaq oldu, başlara qondu. O qətl gecəsi xalqın 1000 illik şücaət tarixi təkrar olundu. O şənbə gecəsi ölüb dirildik. Deməli, burada bax deyirik, o gecə şərəfimiz papaq olub, başlara qondu. Xalqın 1000 illik tarixi təkrar olundu artıq. O sözləri burada təkrir. Şərəf papaq oldu, başlara qondu. Şərəf papaq oldu. Şərəf bax papaq kimi olubdu. Yəni şərəfi papağa bənzədib ki, papaq kimi oldu və başa qondu. Təşbih başları. O qətl gecəsi xalqın 1000 illik şücaət tarixi təkrar olundu. Əvəzləndi. Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanları ilə vətən göylərinə çəkdi şəhidlər. Bu məlumdur, şəhidlər poemasından verilən hissədəndir və hər kəsin əzbər bildiyi bir hissədir. Bu olduğu kimidir. Yəni biz burada o şənbə gecəsi, o qətl günü mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb sökdü şəhidlər. Bu da həmin o hissədəndir. Quzeydə yerinə, mən bunları haqqında çünki şəhidlərdə demişəm. Quzeydə yerini göstərdi şiada. Zorun təməlini haqq deşə bildi. Gördük bizdən başqa bu gen dünyada bütün ayrılanlar birləşə bildi. Biz ruslara yerini göstərdik və gördük ki, dünyada bizdən başqa bütün millətlər barışa bilir. Quzeydə bax yerini göstərdi şiada. Yəni rusların yerini göstərdi. Zorun təməlini haqq, yəni haqq burada zoru üstün gəldi. Gördük, bizdən başqa bu gen dünyada bütün ayrılanlar birləşə bilir. Yəni hər kəs sülh şəraitində yaşayır. Hər şey unudulur, gedir də. Yəni insanlar sülh şəraitində, amma bizimki həmişə müharibə. Quzeydə yerini göstərdik. Burada inversiya var. Göstərdik şiada ruslara. Metonimiya var. Zorun təməlini haqq deşə. Zorun təməlini haqqın deşməsi metafor. Gördük, bizdən başqa bu gen dünyada, gen dünya olur, epitet deyə bilmərsən, bütün ayrılanlar birləşə bilir təbii ki. Və ayrılmaq, birləşmək, bunu da hardasa təzad kimi düşünmək olar. Bir ikən ikiyə bu halımızla, bir ikən ikiyik bu halımızla, biri bir-birimizə həsrət qalmışıq. Biz hələ bu gündən xəyalımızla həsrətin üstündə körpü salmışıq. Bax, həsrətin üstünə körpü salmaq, əslində həsrətin üstündən körpü salmışıq. Bu ifadə var. Yəni, ikiyə bölünmüş xəyalımızın həsrətin üstündən körpü salmaq əslində bir mübaliğədir, şişirtmədir. Həsrətin üstündən körpü, o Xudafərinin filan var, budur. Ki, yəni biz oradan həsrətin üstündən körpü salmışıq, gedirik, gəlirik, amma o bizim həsrətimizdir. Daş körpü vəhdətim, daş Xudafərim. Daş körpü vəhdətimdir. Xudafərindən burada danışır. Gərəksiz daşların qalağı oldu. Gərəksiz daşların qalağı oldu. Üstündən bir kimsə keçə bilmədi. Bölünən bir xalqın göz dağı oldu. Yəni sənin üstünə heç kəs keçmədi. Sən sadəcə olaraq bizə bir göz dağısan. Sən o taylı bu taylı Azərbaycanı birləşdirən bir körpüsən, amma üstündən heç kəs keçmir. Sadəcə biz sənə baxıb ağrac yaşayırıq. Gərəksiz daşların, bax, qalağı oldu. Üstündən bir kimsə keçə bilmədi. Bölünən bir xalqın göz dağı oldu. Belə deyil. 2 əsrdir ki, o daş körpünün bu tayında mənəm, bu tayında mənəm, o tayında sən. Bax, bu tayında o daş körpünün, bu tayında mənəm, o tayında sən. Burada o sözləri təkrir. Yəni 2 əsrdir ki, o daş körpünün, söhbət Xudafərinin, bu tayında Azərbaycanda mənəm, o tayında sən. Sökülüb dağılır daşlar günbəgün. Sərhəd dirəkləri xəbərsiz oldu bizim qəlbimizdən keçən körpüdən. Və burada belə deyək də, deyir ki, 2 əsrdir ki, daş körpüdən keçmirik. Yəni o vaxtdan Gürcüstan müqaviləsindən. Körpü sökülür, lakin o körpünün bizim ürəyimizdən, körpüdən xəbərsizdir. Yəni onun bizim üçün simvolik mənası tamam başqadır. Sərhəd dirəkləri xəbərsiz oldu. Bax, burada sərhəd dirəklərinin xəbərsiz olması metafor. Sökülüb dağıldı daşlar günbəgün. Daşlar günbəgün sökülüb dağılır. İnversiya. Burada o sözləri təkrir. Bizim qəlbimizdən keçən körpüdən. Bizim qəlbimizdən keçən körpüdən. Bizim qəlbimizdən keçən körpü isə artıq yenə bir metafor var. Qəsbkar qəsdini əbədi sanmış. Qəsbkar. İki başda duran tağlara bir bax. Yəni körpü dağılır, lakin iki başda duran tağlar dağılmayıb, diş durur. Çoxu dağılsa da dimdik dayanmış birinci tağ ilə axırıncı tağ. Yəni körpüdəki vəziyyəti ifadə edir ki, qəsbkar qəsdini əbədi sanmış, iki başda duran tağlara bir bax. İki başda duran. Çoxu dağılsa da dimdik dayanmış birinci tağ ilə axırıncı tağ. Yəni burada təkcə körpü yox. Həm Rusiya, həm İranı nəzərdə tutur ki, qəsbkar qəsdini əbədi bilir. İki başda duran, bir cənub, bir şimaldakı Rusiya, cənubda da İran. Qəsbkar qəsdini əbədi. Yəni qəsbkar deyəndə buradakı Rusiya, İran nəzərdə tutulur. Metonimiya. İki başda duran tağlara bir bax. Çoxu dağılsa da dimdik dayanmış birinci tağ ilə axırıncı tağ məlumdur Rusiya, İran. O tağın biri mən və bundan sonra belə deyir. O biri sənsən. Onlar əsrlərlə dözüb sellərə.
Yəni və burdakı onun bu tərəfdəki biz rusun tərkibindəyik də. Bunlar isə farsın tərkibində. Otağın biri mənəm. O birisi isə sənsən. Onlar əsrlərlə dözüb sellərə. Onlar yəni biz vaxtdan sellər deyəndə yəni biz haqsızlığa. Selin zərbəsində tağlar dözübsə, nə gəlib arzusu bir könüllərə? Yəni biz də bunu nə edə bilərik? Otaqların biri şimal, yəni biri cənub mənasında birləşməkdən deyir ki, yəni biz də birləşə bilərik. Selin zərbəsində tağlar dözübsə, nə gəlib arzu bir könüllərə? Bu gün qismətimizin qəm kədərdirsə, dünən birliyimiz heç unudulmaz. Çayın altındakı torpaq birdirsə, o tayın bu tayından ayırmaq olmaz. Yəni çayın Cənubi Azərbaycandan Şimali Azərbaycanı nəzərdə tutur. Ki, yəni xalqın sərhədlərindəki, yəni bunlar da dünənki birliyi heç unudulmaz. Çayın altındakı torpaq birdirsə, o tay bu taydan ayırmaq olmaz. Köksündə dağ üstə dağ çəkilən xalq. Köksündə dağ üstdən dağ çəkilən xalq. Burada artıq dağ çəkilməsi, xalqa zülm verilməsi, bir gündə dağ çəkəcək dağın köksünə. Bir gün dağ çəkəcək dağın köksünə mübaliğə var. Məftil çəpərləri qıra bilən xalq bir il gec, bir il tez qıracaq yenə. Yəni o vaxtda bu həmrəyliyin olması var ya, 31 axı hamı həmrəy oldu, hamı məsələn o sərhəddəki dirəkləri sındırıldı filan. Yəni deyir ki, bir il gec onu eləyənlər bir gün bunu da eləyəcəkdi. Xalqın sərhəd məftillərini bir gün qıracağını şair inanır. Xalq dağın köksünə dağ çəkəcək. Yəni burada bir mübaliğə var. Bir il ifadəsi, inversiya var, sonra təkrir var. Torpağı yoğurur, vaxt özü qanla. Torpağı, bax, vaxtın qanla torpağı yoğurması metafor. Və yoğurur burada, fikir verirsiniz, torpağı yoğurur, inversiya var. Vaxt gəldi, bircə söz 1000 düyün açar. Vaxt gəldi, bir dənə söz deyərsən və bu 1000 dənə dünyaya dəyər də, yəni. Artıq anlamışıq, ah nanamanla nə məftil əliyər, nə sərhəd uçar. Yəni biz bilirik ki, yəni o vaxt rəhmət Bəhmən Vətənoğlu da deyirdi, deyir dağın bu izindən o bir izinə düşmənə söyməklə vətən qayıtmaz. Yəni artıq anlamışıq ahla amanla nə məftil əliyər, nə sərhəd uçar. Yəni biz ah aman qoparmaqla, belə bir şeylərlə heç vaxt azadlığı, yəni vətəni birləşdirə bilmərik. Yəni sonra zülm öz-özünə kəsilir qənim. Baxın, öz yönünə dəyişən çarxa. Suyun gəlməsinə şübhəm yox mənim. Bir vaxt şırıl-şırıl su gələn arxa. Burada isə məlum, su gələn arxa bir də gəlir. Atalı söz ümumi ifadə işlənir ki, zülm öz-özünə kəsilir, qənim kəsilməsi, zülm öz-özünə qənim kəsilir. İnversiya var. Zülm deyəndə buradakı, yəni haqsızlıq insanların elədiyi də əslində bu metonimiya demək olar. Baxın, öz yönümü dəyişən çarxa. Öz yönünü dəyişən çarxa baxın. Suyun gəlməsində deyir, şübhəm yox mənim. Bir vaxt şırıl-şırıl su gələn arxa. Su sözlərdə təkrir. Salaq yadımıza bu gün cahanın rəngləri dəyişən 5 qitəsini. Biz də görəcəyik Azərbaycanın güneyli, quzeyli xəritəsini. Xəritədə bütöv Azərbaycanın xəritəsini biz əminik ki, nə vaxtsa görəcəyik ki, o taylı, bu taylı Azərbaycan. Bəlkə də bunu mən görməyəcəm. Amma məndən sonraki nəsillər inanıram ki, onu görəcəkdir. Yəni hətta Bəxtiyar Vahabzadə də bunu bu cür bir vaxtı biz deyirdik ki, Qarabağı görməyəcəyik, amma biz gördük. Bəxtiyar Vahabzadə görmədi. İndi mən də deyirəm ki, biz zaman gələcək o taylı bu taylı Azərbaycanı bütöv görəcəyik. Yəni bu fikir xüsusən əsərdə özünü göstərir. Deməli, bayaqlar poema haqqında dedik. Əsər lirik poemadır. Əsərdə sujet yoxdur və burada təhkiyə yer verilməyib. Vətənin ikiyə bölünərək parçalanması, bayaq dedik, Rusiyanın İranın müstəmləkəsinə çevrilməsi əsas məsələdir burada və Bəxtiyar Vahabzadə ölkəmizin müstəqil əldə etdikdən sonra 90-cı ildə şəhidlər, sonra isə 99-da Gülüstanın davamı kimi bunu istiqlal yazır. Əsərdə xalqımızın igid övladlarının mübarizəsində şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqillik və azadlıq qürurundan danışılır. Poemada xalqımızın vətənimizlə bağlı taleyüklü problemləri təbii ki, siz hər bənddə demək olar ki, görə bilərsiniz. Yəni bu məqamda əsasən müəllif zəncinin bəxtini açan Allahım, bəs mənim bəxtim nə zaman açar deyə bir bədii sual verir. Müəllif Gülüstan müqaviləsini ifritə, tikanlı məftilə adlandırır. Bayaqlarında onları dedik ki, yəni belə bir məqamlar var. Poemada dilimizin azad olmağına,
etiraz motifi var. Ana dilimizin artıq yüksək məqamlarda deyil, kənd kəsəkdə. Dillə bağlı məqamlar biz hansı əsərlərdə görürük? Türkün dili şeirində dil məsələsi var orada da xüsusən. Dil varsa xalq da var, şöhrət də var. Dil yoxsa millət yox, heç varlıq da yox. Bir təpə bir dağla üz-üzə gəlmə ifadəsi, bax bayaqlarımda həmin o hissəni bir təpə bir dağla üz-üzə gəldi. Yəni biz orada 20 yanvardakı hadisələri deyə bilərik. Azərbaycanın şimal və cənuba bölünməsinin uzun müddət olması, əsrlər, Azərbaycanın bölünmüş torpaqların rus və fars dillərinə hakim olması, dilimizin öz varlığını daha çox sadə xalqın danışığından qorunması, saxlanılması kimi motivlər var. Poemada milli azadlıq uğrunda mübarizəyə biz görürük və ona həsr olunub. Müəllif vətənin ikiyə bölünməsinin ürək ağrısı ilə danışır. Vətənin ürək ağrısı ilə, belə deyək də, o taylı bu taylı Cənubi Azərbaycanla Şimali Azərbaycan Təbrizim şeirində var, Azad əsərində var. Ondan sonra Gələcək gündə var. Bunlar da. Sonra poemada xüsusən testlərdə qarşımıza çıxır. Tomris, Koroğlu, Babək, Nəsim adları çəkilmir. Poemada Şimali Azərbaycanın istiqlal hərəkatını yüksək dəyərləndirir və poemada 2 bənd isə Şəhidlər poemasından verilir. Yəni bunlar poema ilə bağlı ən mühüm məqamlardır. Bu qədər yoldaşlar, ümid edirəm ki, faydalıdır. Sağ olun, salamat olun.